Aparıcı İlqar Mikayıloğlu 2-ci sinif kitabında yerləşən Mənim atam şeirini tənqid edib. İki sahilin məlumatına görə aparıcı proqramında şeiri səsləndirib. Aparıcı Təhsil Nazirinə müraciət edib. Belə şeir olar, məktəbdə 2-ci sinif üçün yazılıb. Biz də məktəbdə oxumuşuq. Abbas Səhət, Abdullah Şaiq şeirləri yer alırdı. Buz və uşaq şeiri var idi. Təhsil Nazirliyi başa düşürəm, uşaqların yükü çoxdur, nəsə öyrənməlidirlər. Bu nədir? Bunu yazan nə yeyib ki, kefdə olub bunu yazıb. Bu cür şeirlə böyüyən şəxs böyüyəndə, aya hara gedirsən tipdə olacaq. Hörmətli Təhsil Naziri uşaqlara başqa şey öyrədin. Bax, özünə bax. Uşaqlar atamın başına cəm idi. Birinə dayıdır, birinə əmidir. Mənim atam. Elza Seycan, Elza xanım, necəsiz? Vəziyyət necədir? Nənəmə oğuldur, əmimə qardaşdır, bacıma atadır, anama sirdaşdır, mənim atam. Məhz sən unutma kimdə atanın üstündə böyüyən şəxs yalnız belə şeir yaza bilərdi. Abbas Səhədin, Abdullah Şaiqin üstündə şeirlərində böyüyən şəxslər tamamilə başqa şeirlər yazıblar. Tamamilə başqa bir formada təhsil görüblər. Amma məhz belə şeirin üzərində böyüyən şəxs, böyüyəndə dönüb olacaq, ay, hay, sən, ay, o olacaq həmin şəxs. Demirəm, amma onu ifadə yox. O tipdə, o tipajda olan bir şəxs olacaq.